Bu introydu. İndi isə tətbiqin özü. Bəli. Gün ərzində biz nə edirik? Sadəcə hansısa bir saat seçirik. Günorta saatları və ya axşam saatları. İstənilən vaxt bizə uyğundur. Lazımdırsa telefonumuza reminder da qoyuruq. Dəxli yoxdur. Biz çox məşğul insanlarıq. Ola bilər iclasda oluruq, maşın sürürük, nə bilim, uşaqlara baxırıq. Nəysə də biz bilmirik harda olacağıq o məqam. Maşın sürürüksə bir parkovka tapırıq, şüşələri bağlayırıq, gözümüzü yumuruq, 10 dəqiqə heç bir şey düşünmürük. Heç bir şey düşünmürük. Müxtəlif fikirlər gələcək ağlımıza. Müxtəlif bir şeylər gələcək ağlımıza. Bizim daxilimizdə belə deyək də bizim 3 dahi personamız var. Deməli, bizim kritik, bizim realist və bizim xəyalbaz. Bunlar üçü də bir-biri ilə danışır içimizdə. Və ilk öncə kritik başlayacaq danışmaq. Neynirsən bunu eləyib, başıma hava gəlib. İndi təzə bir şey tapsan, vaxt var, proqramın içində maşın saxlamısan. O qədər bəhanələr gətirəcək. Bəli. Sonra realist oyanır. Əşi yox, bir bax gör nə olur. Bir də tətbiq eləməmsən də. Birdən alındı. Bir də dreamer xodlanır ki, təsəvvür elə ki, sən bunu hər gün eləyəcəksən, başqa bir hisslərdən azad olacaqsan. Bunların üçünü də susturmaq lazımdır. Və bunların üçü də sizə mane olacaq. Birinci 2 həftədə. Bu beynin özünün funksiyasıdır. Çünki biz beyni özümüz belə kökləmişik bu proqrama. Durmadan danışır beyin. Biz beyinə sakitlik verməliyik ki, o beyin yazıq istirahət eləsin. Çünki biz yuxuda da danışırıq. Belə də danışırıq. Yuxumuz da çox vaxt insanlar yuxudan dururlar. Deyirlər ki, vallahi elə bir heç yatmamışam. Yorğunam artıq. Yorğunam. Elə bir məni gecə döyüblər. Çünki biz danışırıq. Aqressiv oyanırıq yuxudan. Bəli, tamamilə doğrudur.